Aytən xanım təmizlik sahəsində HR olaraq çalışır. O qeyd edir ki, kimyəvi maddələrdən proses zamanı düzgün istifadə olunmur. Bu zamanda əməkdaşlarda sağlamlıq problemləri yaranır. Bunu rəhbərliyə heç cür izah edə bilmir. Nə etməlidir? Belə başa düşdüm, orada sətəm yoxdur. İndi yəqin ki, çox kiçikdir deyə bir sətəm düşünməyiblər, yəni götürməyiblər. Amma burada nədir məsələ? Rəhbərlik düşünə bilər, deyə bilər ki, burada nə var ki, yəni ölməyəcəklər ki, təmizlikdir də, təmizləsinlər, getsinlər. İndi burada məsələ nədir? Məsələn, tutaq ki, oranın hansısa bir yuyucu vasitə hidroxlorik asid tərkibli bir maddədir və onun üstündə də yazılır. Ondan necə davranmaq lazımdır? Məsələn, açıq havalandırılmış bir yer olmalıdır, maskadan, əlcəkdən istifadə olmalıdır, gözə düşəndə dərhal bol su ilə yuyulmalıdır və s. Yəni bunlar tərkibində toksik maddələr var və uzun müddətli təmasda problem yaradır. Təkcə onlara problem yaratmır, hansısa müştəri, yəni o təmizlikdən sonra ora gələcəksə, onlar üçün də problem yarada bilər. Yəni ora toxuna bilərlər, qoxudan əziyyət çəkə bilərlər. Yəni rəhbərə izah edilə bilməməsini, rəhbərə bir izah eləmək olar ki, yəni burada hansısa bir şəxsin həyatında, həyat şəraitində bir problem yaransa, Allah eləməsin bir zəhərlənmə halı olsa, onun məsuliyyətini birbaşa direktor özü daşıyır. Yəni bundan əmin ola bilər. Qanunvericiliklə də bu belədir və orada əməyin təhlükəsizliyi prinsiplərinə riayət olunmadığına görə, yəni cinayət məsuliyyətinə qədər gedib çıxa bilər. Məncə bunu desə, o rəhbər o sözü eşidəndən sonra daha çox diqqətli olar. Hə, lap tutaq ki, onu da deyir, var elə adamlar, deyir ki, nə olasıdır, həll eləyərik, problem olmaz, nə bilim nə olar, indi öz fikrinə görə. Müştəri tərəfə yanaşmaq lazımdır. Çünki bəlkə də pul itirməkdən qorxacaq. Müştəri artıq o kəskin qoxunu, müştərinin uşağı gəlib o hidroxlorik asidli yerə əli, üzü, ağzı dəyəndə yanıb səpsə və onun düzgün istifadəsindən məlumatda olmasa, avtomatik nə olacaq? O onu bir məhkəməyə verəcək, ondan imtina eləyəcək, pul ödəməyəcək. Ola bilər ki, rəhbər bəlkə də bu case üzərindən daha diqqətli yanaşar. Yəni, mən iki variant verdim. Mən ümid edirəm ki, birinci variantla elə işçinin sağlamlığını düşünər və ona uyğun da tədbir alar. Olmasa, ikinci cümlələri istifadə eləməklə bir izah eləmə şansı bəlkə də ola bilər.